Çox məqamlar var ki, psixoloji aspektlər var ki, biz mütləq onlara toxunmalıyıq. Buyurun. Bəli, Ülfət xanım, bayaq ördək misalını elə mən ona görə çəkdim ki, uşaqlar kopyalayırlar şüuraltılarını, ailədə gördüklərini. Təbii ki, uşaqlara təsir göstərəcək valideynlərin hansı həyat tərzində yaşamaları. Ona görə ki, uşaqlar gördük, bir süngər kimidirlər. Onlar nə görürlər, onu özlərinə çəkirlər. Valideyn 100 dəfə desə də, müəllim məktəbdə 1000 dəfə desə də, o nəyi görürsə, hansı nümunəni görürsə valideynlərindən və yaxud da sevdiyi bir insanlardan, onu da özünə nümunə götürəcək və bunu sərgiləyəcək. Buna görə də ailələr, ata-ana mütləq və mütləq şəkildə özlərinin davranışlarına baxmalıdır ən birinci. Yəni dediyi sözə yox. Uşaqlarda, oğlan uşaqları xüsusilə, elə qız uşaqları da, məsələn, oğlan uşaqları 80% atalarının nümunə götürürlər. Əgər bir ailədə ata, məsələn, içki içirsə, çox bahalı, hətta belə deyim də, evdə bir güşədə onun bahalı içkiləri var və uşaq da balaca bir oğlan uşağıdır, o bunu görür, artıq bunun nümunəsi odur. Yəni bir kişinin bir kişi kimi özünü təqdim eləməsi üçün ən birinci nə lazımdır? Evin bir güşəsində bahalı, spirtli içkilər olan bir güşə, eyni zamanda da atamın qonaqları, dostları, bunlar məclislərə gedirlər və yaxud da ki, evimizə qonaq gəlirlər, spirtli içkilər var. Uşaq nəyə götürür? Bunu özünə rol alır. Təəssüflər olsun ki, bəli, 80% hallarda və eyni zamanda da qızlar, çox təəssüflər olsun ki, indi qadınlar arasında da, məsələn, bu cür hallar geniş yayılmışdır. Qızlar da öz analarını nümunə götürürlər, təəssüflər olsun ki, məsələn, çox zaman olur ki, valideyn öz qız övladını gətirir bizim yanımıza ki, mənim qızım elektron siqaretdən istifadə edir və sonra biz təhlikdə valideyndən soruşanda ki, bəs sizin özünüzün, belə deyim də, həyat tərziniz necədir, özünüz istifadə edirsinizmi bundan? Çox təəssüflər olsun ki, çox hallarda, bəli, valideyn də bundan istifadə edirlər və qız övladları da onu kimi 80% analarını model alırlar. Ola bilir, məsələn, bəzi bu 10-15-20% uşaqlar olsun ki, ikrah hissi doğursun. Məsələn, evdə həddindən çox spirtli içki alüdəçisi olan bir ata və yaxud da ki, doğru olmayan bir həyat tərzi keçirən bir ana, bəli, belə hallarda olur ki, yeniyetmələr ikrah hissi duyduqları üçün bundan uzaq olurlar. Amma nə qədər uzaq olsa da, yəni həmin ailə bu və ya digər şəkildə onların şüuraltılarında artıq belə deyim də imprint edir, yəni kopyalama edir. Aydın, Əli bəy, baxın.